Yanğınla mübarizənin taktiki anatomiyası, şəklin analizi. Təqdim olunan infografik iki əsas ssenari arasındakı kəskin kontrastı vizual şəkildə göstərir. Nəzarət altında olan yanğın, sol tərəf, mavi, sakit, çərçivələnmiş və nəzarətsiz sistem çöküşü, sağ tərəf, qırmızı, dağıdıcı, kobud. Bu müqayisə yanğınla mübarizədə düzgün sistem seçiminin nə qədər həyati əhəmiyyət daşıdığını əyani şəkildə ortaya qoyur. Yanğın üçbucağı və söndürmənin elmi əsası. Yanğının mövcud olması üçün üç element eyni anda bulunmalıdır. İstilik, yanacaq və oksigen. Yanğınla mübarizənin bütün strategiyaları bu üçlükdən birini aradan qaldırmağa yönəlir. Şəkildə sol tərəfdə görünən oksigen məhdudiyyəti və CO2 soyutma sistemləri elementləri məhz bu prinsipə əsaslanır. İnfoqrafikdə əks olunan taktiki anatomiya bunu aydın şəkildə ortaya qoyur. Yanğınla mübarizə yalnız alov söndürmək deyil, sistemli düşüncə, düzgün avadanlıq seçimi, vaxtında müdaxilə və struktur qorunmasıdır. Olduqca təsirli söndürmə texnikasına malik olan müasir sistemlər, ozon təbəqəsinə zərər vermədən, elektrik keçirmədən və minimal tullantı ilə fəaliyyət göstərə bilir. Bu isə nəzarətsiz sistem çöküşünün qarşısını almaq üçün ən etibarlı zəmanətdir. Düzgün seçim həyat qurtarır. Şəklin analizi. Bu infografik son dərəcə güclü bir mesaj verir. Yanğınsöndürmə qurğusu seçiminin nəticəsi ya uğurlu müdafiə, successful defense, mavi qalxan simvolu, ya da təhlükə, danger, escalation and spread, qırmızı alov simvolu ilə nəticələnir. Şəkildəki axın diaqramı insanın qarşılaşdığı qərar anını, düzgün yoxsa səhv uyğunluğu vizual olaraq iki fərqli taleyə aparır. Şəklin sol hissəsindəki əsas mesaj açıqdır. Düzgün qurğu seçilmədikdə yanğın daha da güclənə bilər. Düzgün qurğu, düzgün nəticə. Yanğınsöndürücülər yanğın sinifinə uyğun seçilməlidir. Sulu od söndürənlər yalnız A sinifi yanğınlar üçün, köpüklü od söndürənlər AB sinifləri üçün. Quru kimyəvi tozlu od söndürənlər ABCE sinifləri üçün uyğundur. Karbon dioksitli CO2 od söndürənlər isə BCE sinifləri üçün uyğundur. Şəkildəki Water Cooling Mechanisms yazısı su əsaslı sistemlərin xüsusi yanğın növlərində, xüsusilə A sinfi bərk material yanğınlarında nə qədər effektiv olduğunu vurğulayır. Lakin həmin su sistemi yanlış tətbiq edildikdə, məsələn, elektrik avadanlığı yanğınında E sinfi vəziyyəti kəskin şəkildə ağırlaşdıra bilər. Səhv seçimin dağıdıcı nəticəsi. Şəkildəki wrong match, danger, escalation and spread xətti yanğın təhlükəsizliyinin ən kritik həqiqətini əks etdirir. Bəzi nümunələr. Su ilə elektrik yanğınını söndürmək, elektrik keçiricilik səbəbindən həm yanğını gücləndirər, həm də söndürücü şəxsin həyatını təhlükəyə atar. Yağ, yəni mətbəx yanğınına su atmaq, yağ suyun üzərində qalacağı üçün yanğını ani yayar və partlamaya səbəb ola bilər. CO2-ni açıq havada kiçik bərk material yanğınına tətbiq etmək, oksigeni yalnız qapalı mühitdə effektiv kənara çəkə bildiyi üçün açıq mühitdə praktiki olaraq faydasız olacaq. Düzgün qurğunun seçilmə prinsipləri. Yanğınsöndürmə vasitələrinin effektivliyi əsasən yanğının ölçüsündən asılıdır və yanğın sinifləri onların tətbiq sahəsini müəyyən edir. Toz yanğın söndürənlər demək olar ki, universaldır. Əhəmiyyətli bir temperatur aralığına malik olan bütün siniflərin yanğınlarını söndürmək üçün istifadə oluna bilir. Hər bir avtomatik yanğın söndürmə sisteminin tərkibində tüstülənməyə, hərarətin yüksəlməsinə və yanmanın digər əlamətlərinə reaksiya verən məlumat verici cihaz, idarəedici siqnalların qeydiyyatı qurğusu və bilavasitə söndürməni yerinə yetirən icra orqanı olmalıdır. İnsan amili, qərar anı. Şəkildəki insan fiquru, əlində yanğın söndürücü balonla qarşısında iki yol olan şəxs bu diaqramın ən güclü elementidir. O, hər birimizi simvolizə edir. Həmin şəxsin qarşılaşdığı seçim saniyələr içində həyat və ya böyük fəlakət deməkdir. Yanğın halları əksər hallarda müəssisələrdə çox ciddi fəsadlara yol açır. Bu səbəbdən müəssisə daxilində avtomatlaşdırılmış yanğın söndürmə sistemlərinin quraşdırılması vacib məsələdir. Belə sistemlər insanın köməyi olmadan yanğın söndürmə işlərini daha sürətli və effektiv şəkildə həll edir. Şəklin mesajı birmənalıdır. Yanğın söndürmə avadanlığı ilə tanışlıq yalnız texniki bilik deyil, həyati bacarıqdır. Düzgün qurğu seçimi uğurlu müdafiəyə, yanlış seçimi isə güclənmə və yayılmaya aparır. Bu ikisi arasındakı fərq isə çox zaman cəmi bir neçə saniyəlik qərardır.
Buna görə hər bir iş yeri, yaşayış binası və ictimai məkan üçün yanğın siniflərini, mövcud avadanlığın xüsusiyyətlərini və işçilərə müntəzəm yanğın təhlükəsizliyi təlimi keçirmək mütləq zərurətdir. A sinif yanğınlar və su. Elmi əsas, praktiki güc. Şəklin analizi. Bu infografik, yanğınsöndürmə elminin ən fundamental bölməsini A sinif yanğınlar üzərində aydın bir vizual dillə izah edir. Sağ tərəfdəki diaqramda termometrin sürətlə enən oxu, Rapid Temperature Drop, Cooling Effect, ətrafına yayılan su damcıları və altında yerləşən 3 element, ağac kötükləri, kağız və saman dəstəsi bu yanğın sinifinin xarakter portretini çəkir. Hər şey bir elmi həqiqəti çatdırır. İstilik azalır, yanğın dayanır. A sinif yanğın nədir? A sinif yanğınlar ağac, kağız, parça və plastik kimi adi yanan materialları əhatə edən yanğınlardır. Bu yanğınlara qarşı sulu yanğın söndürmə balonları istifadə olunur. Yanğın üzərinə atıldıqda su söndürücülər yanan materialı soyutmaqla alovlanmanın qarşısını alır. Şəkildəki 3 simvol, odun, kağız və saman məhz bu sinifin tipik nümayəndələridir. Bunlar gündəlik həyatda ən çox qarşılaşdığımız yanğın mənbələridir. Ev yanğınları, meşə yanğınları, ambar yanğınları, ofis yanğınları hamısı A sinifə aiddir. Suyun yanğını söndürmə mexanizmi, fizika dili ilə. Şəkildəki Rapid Temperature Drop, Cooling Effect yazısı suyun söndürmə prinsipinin özəyini açıqlayır. Yanğına su tökəndə istilik azalır və su buxarları müəyyən dərəcədə oksigenin qabağını alır. Bu proses soyutma adlanır. Suyun xüsusi istilik tutumu ona yaxşı soyutmaq xüsusiyyəti verir. Yanğının söndürülməsi şəraitində buxara çevrilərək 1 litr sudan 1700 litr buxar əmələ gəlir. Suyun buxarlanmasının yüksək istiliyi yanğının söndürülməsi prosesində çox miqdarda istilik almağa imkan verir. Aşağı istilik keçiriciliyi isə yanan materialın səthində etibarlı istilik izolyasiyasının yaradılmasına kömək edir. Bu rəqəm 1 litr 1700 litr buxar, suyun nə qədər güclü söndürücü olduğunu göstərir. Əmələ gələn buxar həm yanğın zonasındakı oksigeni seyrəldir, həm də materialı soyudur. Su ilə söndürmənin iki tərəfli mexanizmi. Birinci mexanizm, soyutma. Su yanan materialın səthinə düşür, böyük miqdarda istilik yudur və buxara çevrilir. Material yanma temperaturunun altına düşdükdə alov özü-özünə söndürülür. İkinci mexanizm, islətmə və nüfuz etmə. Su materialın daxilinə nüfuz edir, içərdən isladır, gizlin yanmaya, pirolizə mane olur. Bu xüsusilə ağac, saman, kağız kimi lif quruluşlu materiallar üçün vacibdir. Çünki bu materiallar sönmüş görünsə də daxilən yanmaqda davam edə bilərlər. Suyun məhdudiyyətləri nə vaxt istifadə edilməməlidir? A sinifi yanğınlar üçün su ideal olsa da, bəzi mühitlərdə su kəsinliklə qadağandır. Suyun istifadəsi partlayışa, yanmanın yayılmasına, avadanlığa və alətlərə zərər verə biləcəyi hallarda uyğun deyildi. Su lifli materialları, pambıq, parça tam söndürmür, gizlin yanma davam edə bilər. Elektrik yanğınlarında, Y sinifi yanğınlarda su elektrik keçiriciliyinə görə həm yanğını gücləndirər, həm də söndürücü şəxsin həyatını birbaşa təhlükəyə atar. Yağ yanğınlarında isə, yəni F sinifi yanğınlarda, su anında buxarlaşaraq yağ damcılarını hava ilə birlikdə partlamaya çevirir. A sinif yanğınların ən çox rast gəlindiyi mühitlər. Ağac, kağız, saman. Bu üç material eyni zamanda insan həyatının ən sıx mühitlərini, evləri, məktəbləri, kitabxanaları, ambarları, ofisləri quran əsas elementdir. Bu səbəbdən A sinif yanğınlar statistik olaraq dünyada ən çox baş verən yanğın növüdür. Sulu yanğın söndürmə balonları ağac, kağız, karça və plastik kimi adi yanan materialları əhatə edən yanğınların söndürülməsi üçün istifadə olunur. Bunlar A sinifi üçün uyğun olan əsas vasitədir. Karbon qazı CO2 ilə boğma, görünməz qalxan. Şəklin analizi. Bu infografik, müasir yanğın söndürmə elminin ən incə və eyni zamanda ən güclü mexanizmlərindən birini, CO2 ilə boğma metodunu bir server otağının daxilindən göstərir. Tavanın yuxarısından kütləvi şəkildə axan CO2 buludu bütün rəfləri və server kabinetlərini bürüyür. Diaqramın üzərindəki texniki qeydlər CO2 Displacement Force, CO2-nin sıxışdırma qüvvəsi, O2 Starvation Zone, oksigen aclığı zonası və Rapid Cooling Effect,
Sürətli soyutma effekti bu prosesin 3 fərqli eyni vaxtda işləyən mexanizmini müəyyən edir. CO2 nədir və niyə söndürür? Karbon dioksid qazı rəngsiz və iysiz bir qazdır və havadan daha ağırdır. Yandırıcı deyildir. Ən əhəmiyyətli istifadələrindən biri yanğın söndürmə borularıdır. Karbon dioksid yanğını əsasən oksigeni kənarlaşdıraraq söndürür. Əvvəllər yanğınların əksəriyyətinə soyutma yolu ilə təsir etdiyi düşünülürdü. Lakin əsl mexanizm oksigenin sıxışdırılmasıdır. Bu iki xüsusiyyət, havadan ağır olması və oksigeni sıxışdırması, CO2-ni bağlı mühitlər üçün mükəmməl yanğın söndürmə agentinə çevirir. Üç mexanizm eyni anda işləyir. Şəkildəki diaqram CO2-nin server otağına necə nüfuz etdiyini addım-addım göstərir. Bu proses 3 paralel mexanizm üzərindən işləyir. CO2 displacement force, sıxışdırma qüvvəsi. Karbon dioksid qazı mühitdəki oksigen müvazinətini sürətlə pozaraq müvafiq sahədəki oksigeni kənarlaşdırır. Havadan təxminən 1,5 dəfə ağır olan CO2 tavanın ağzından axdıqda aşağıya doğru çökür. Oksigeni servera sığışdırır və yanması üçün zəruri olan oksigen miqdarını kritik həddən aşağı salır. Yanmanın davam etməsi üçün havanın ən az %16 oksigen ehtiva etməsi lazımdır. CO2 bu nisbəti sürətlə %15-dən aşağı salır. Yanğın öz-özünə sönür. Oksigen aclığı zonası, O2 starvation zone. Şəkildə mavi dairəciklərlə göstərilən O2 simvolları sıxışdırılmaqda olan oksigen molekullarını təmsil edir. Sol tərəfdə yanğın baş verən server kabinetinin ətrafında oksigen qatları tükəndikcə O2 starvation zone yaranır. Alov bu zonada nəfəs ala bilmir və söndürülür. Bu proses dalğa şəklində otağın bütün hissələrinə yayılır. Sürətli soyutma effekti. Boşalan karbon qazının yaratdığı şok təsiri ilə birlikdə müvafiq sahədəki temperaturu azaltmağa nail olunur. CO2 sıxılmış haldan qaza çevriləndə kəskin temperatur düşümü baş verir. Bu adiabatik soyutma adlanır. Server kabinetlərinin içinə nüfuz edən CO2 həm oksigeni kənarlaşdırır, həm də yanmaqda olan komponentləri sürətlə soyudur. İnsan təhlükəsizliyi, ən kritik məhdudiyyət. CO2-nin server otaqları üçün bu qədər ideal olmasının əksi, onun insan sağlamlığı üçün böyük risk daşımasıdır. Havada 6%-dən çox karbon qazı olduqda tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır. Havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək oksigen aclığına səbəb olur. Azərtaq. Karbon qazlı söndürmə sistemlərinin insan sağlamlığına zərər verə biləcəyi üçün yalnız insansız şəraitlərdə istifadəsi uyğundur. Smart Security MMC. Buna görə CO2 sistemi aktivləşmədən əvvəl hər zaman əvvəlcədən xəbərdarlıq siqnalı verilməli, bütün işçilər otağı tərk etməli və sonra sistem işə salınmalıdır. CO2 ilə boğma metodu yanılan söndürmə elminin ən mürəkkəb, lakin həm də ən zərif həllərindən biridir. Şəkildəki vizual dil bunu mükəmməl çatdırır. Görünməz bir qaz tavanın ağzından axılır, oksigeni sıxışdırır, soyudur, yanğını heç bir iz buraxmadan söndürür. Server avadanlığı salamat qalır. Lakin bu gücün bir şərti var. Otaqda insan olmamalıdır. Bu şərt eyni zamanda CO2 sisteminin ən böyük üstünlüyünü və ən ciddi məhdudiyyətini ifadə edir. Köpük əsaslı qoruma, kimyanın yaratdığı qalxan, şəklin analizi. Bu infografik yanğın söndürmə mühəndisliyinin vizual şedevrlərindən biridir. Şəklin mərkəzindəki kəsik diaqram neftin içərisindəki alovun tam üzərini örtmüş qızılı köpük qatını göstərir. Sarı narıncı köpük pətəyi, bal arısı şanına oxşar struktur yanan mayenin üstündə sıx bir zirək kimi oturur. Yuxarıdan aşağı əyilən O2 molekulları köpüyün səddinə çırpılır, içəliyə keçə bilmir. Sağ tərəfdəki oksigenin daxil olmasının qarşısının alınması yazısı bu prosesi bir cümlədə yekunlaşdırır. Diaqramın alt hissəsindəki combustion zone width, yanma zonasının eni ölçüsü isə mühəndislik dəqiqliyini vurğulayır. Köpük sistemi hesablanmış sahəni tamamilə örtməlidir. Köpük nədir? Kimyəvi quruluş. Köpük görünüşcə sadə, lakin kimyəvi quruluşca mürəkkəb bir maddədir. Şəkildəki kompleks kimyəvi köpük səddi ifadəsi buna işarə edir. Köpükləndiricilər kimyəvi reaksiya, kimyəvi köpük və ya mexaniki qarışdırma nəticəsində əldə edilir.
Kimyəvi köpük kalsium karbonatı və ya bikarbonatın bir köpükləndirici maddənin iştirakı ilə turşu ilə reaksiyası nəticəsində əmələ gəlir. Böyük miqdarda karbon qazının buraxılması sayəsində yayılarkən 7-10 sm qalınlığında bir təbəqə meydana gətirən sabit bir köpük əldə edilir. Hava mexaniki köpük isə su, hava və köpükləndirici kimyəvi maddənin mexaniki qarışığından ibarətdir. Yanan mayenin səthindəki köpük 30 dəqiqə ərzində alovun təsiri altında belə çökməyən sabit bir film yaradır. Bu sabitlik köpüyün ən kritik xüsusiyyətidir. Yanğın söndürülənə qədər örtük qorumada qalmalıdır. Mexanizm 3 qatlı müdafiə. Şəkildəki boğucu təsir yazısı köpüyün necə işlədiyini bir sözlə ifadə edir. Lakin bu proses əslində 3 müxtəlif müdafiə mexanizminin sintezidir. 1. Boğma, oksigeni kəsmək. Köpük yanan mayenin üstündə bir təbəqə yaradaraq oksigenin qarşısını alır. Bu boğma üsulu adlanır. Şəkildəki O2 molekulları köpük səddinə çatır, lakin içəriyə nüfuz edə bilmir. Neft yanmaq üçün oksigenə ehtiyac duyur. Köpük bu əlaqəni tamamilə kəsir. 2. Soyutma, suyun gücü. Köpük həm də su tərkibli olduğu üçün yanğını soyudur. Köpüyün daxilindəki su molekulları materialın səthindən istili yudur, buxarlaşır, temperaturu aşağı salır. Bu ikili effekt həm oksigeni kəsmək, həm də soyutmaq köpüyü su və ya CO2-dən daha çox yönlü edir. 3. İzolyasiya, kimyəvi baryerin sürtünməzliyi. Köpük maddənin səthini bir təbəqə ilə örtür və onu yanma zonasından izolyasiya edir. Bu izolyasiya sadəcə fiziki deyil, həm də kimyəvidir. Köpük maddəsi neft buxarlarının yuxarı çıxmasına mane olur, yanacağın yanma zonasına çatmasının qarşısını alır. Köpüyün ikili gücü, A və B sinifləri yanğınları. Şəkildəki capabilities həm A, həm də B sinif yanğınlarda effektivdir yazısı, köpüyü digər söndürmə agentlərindən fərqləndirən əsas üstünlüyü ortaya qoyur. Köpüklü od söndürənlər AB sinifləri üçün istifadə olunur. A sinifi bərk materiallar, kağız, doğud, parça kimi, B sinifi isə maye yanacaq, tez alışan kimyəli məhlullar kimi yanar maddələrdir. Köpük bərk və maye tipli yanğınlarda effektiv olsa da, elektrik tipli yanğınlarda istifadə etmək olmaz. Su tərkibli olduğu üçün elektrik keçiricidir. Elektrik avadanlığına tətbiq etmək həm yanğını gücləndirər, həm də böyük elektrik xətasına yol açar. Bundan əlavə, köpük bir sıra kimyəvi maddələrlə spirt, aseton, keton kimi uyğun gəlmir, çünki bu maddələr köpüyün kimyəvi strukturunu parçalayır, onu dağıdır. Bu cür yanğınlar üçün alkohol rezistent, alkohola davamlı xüsusi köpüklər tələb olunur. Köpüyün ən güclü olduğu sahə neft yanğınları. Şəkildə yanan maye, neft yazısı ilə birlikdə neftin yanma zonasının tam üzərini örtən köpük qatı göstərilir. Bu köpüyün ən kritik tətbiq sahəsidir. Neft yanğınları suya qarşı ən həssas yanğın növlərindəndir. Suyu neft çənlərinə atmaq böyük partlayışa yol aça bilər. Çünki su buxarlaşaraq neft damcılarını hava ilə birlikdə sıçradır. Köpük isə tam əksini edir. Neftin üstünü yumuşaqca örtür, hava ilə əlaqəsini kəsir, soyudur. Havadan yüngül olan köpük neftin üzərində üzür, batmır, aşınmır. Yanan maddələri söndürmək üçün ən bərk yanan maddələr arasında yanğın söndürmə köpükləri istifadə olunur. Köpük maddənin səthini bir təbəqə ilə örtür və onu yanma zonasından izolyasiya edir. Bərk və maye tipli yanğınlarda effektiv olsa da, elektrik tipli yanğınlarda istifadə etmək olmaz. Su tərkibli olduğu üçün elektrik keçiricidir. Elektrik avadanlığına tətbiq etmək həm yanğını gücləndirər, həm də böyük elektrik xətasına yol açar. Toz əsaslı müdaxilə. Yanğının kimyəvi motoru dayandırılır. Şəklin analizi. Bu infoqrafik yanğın söndürmə elminin ən intellektual tərəfini, kimyəvi reaksiya zəncirinin qırılması mexanizmini molekulyar səviyyədə göstərir. Şəkil iki hissəyə bölünür. Solda alov öz-özünə davamlı şəkildə yanır. Narıncı-qırmızı radikal zənciri, sağda isə NaHCO3 və KHCO3 molekulları həmin zənciri parçalayır. Alov söndürülür, radikallar yığılmağını dayandırır. Yuxarıdakı geniş oxlu yay isə bu prosesin əhatə dairəsini göstərir. Kimyəvi reaksiya zəncirinin qırılması. Yanğın niyə dayanmır? Radikal zənciri anlayışı. Yanğını anlamaq üçün əvvəlcə onun niyə bu qədər davamlı olduğunu anlamaq lazımdır. Yanğın sadə bir yanma deyil. O, özünü qidalandıran kimyəvi bir zəncir reaksiyasıdır. Yanma prosesində yanacaq sərbəst radikal adlanan son dərəcə reaktiv molekul fraqmentlərinə parçalanır.
Bu radikallar oksigenlə reaksiyaya girərək yanğının davam etməsini təmin edir. Quru kimyəvi maddələr məhz bu prosesi dayandıra bilir. Wikipedia. Şəkildəki narıncı zəncir strukturu bir-birinə bağlı dairəciklərdən ibarət molekul silsiləsi məhz bu radikal zəncirini vizual olaraq əks etdirir. Hər halqa bir radikal reaksiyanı simvolizə edir. Yanacaq radikala çevrilir, radikal oksigenlə birləşir, yeni radikal yaranır, zəncir davam edir. Bu, yanma motoru dayanmadığı müddətcə alov söndürülmür. NaHCO3, birinci silah, bölünərək CO2 və su ayrılır. Şəkildə NaHCO3 molekullarının zəncirə çatdığı an, NaHCO3 bölünərək CO2 və su ayrılır yazısı ilə göstərilir. Bu proses sadə görünsə də, kimyəvi olaraq son dərəcə güclüdür. Natrium bikarbonat, NaHCO3, alovun istiliyinin təsiri altında termal parçalanmaya uğrayır, CO2 buraxır və bununla birlikdə oksigeni azaldan bir effekt yaradır. KHCO3, ikinci silah, daha güclü radikal tutma. Kalium bikarbonat, natrium bikarbonata oxşar boğma və soyutma mexanizmləri ilə işləsə də, onun əsil gücü yanğının kimyəvi zəncir reaksiyasını dayandırma qabiliyyətindədir. Kalium ionları K+, natrium ionlarından çox daha effektiv şəkildə hidroksil radikalları H nöqtə və OH nöqtə kimi sərbəst radikalları tutur. Bu radikallar yanma prosesinin əsas mühərrikidir. Kalium atomu natriumdan daha ağır olduğu üçün daha az miqdarda kalium bikarbonat daha güclü kimyəvi zərbə vurur. Bu da daha sürətli söndürmə nəticəsinə gətirib çıxarır. Buna görə KHCO3 yüksək uçucu yanıcı maye və qaz yanğınlarında üstünlük verilən seçimdir. Şəkildəki radikal yığılmasının qarşısını alır yazısı məhz bu mexanizmi göstərir. K+ ionları radikalları tutaraq onların çoxalmasını dayandırır. Kimyəvi reaksiya zəncirinin qırılması dörd tərəfli hücum. Quru toz söndürücülər yanğına ikili fiziki kimyəvi mexanizm vasitəsilə təsir edir. Kimyəvi inhibisiya, toz yanğın istiliyinin təsirindən parçalanaraq radikal tutan agentlər buraxır və fiziki boğma, toz buludu, yanacaq səthlərini oksigenindən ayıran bariyerlər yaradır. Qeyd etmək lazımdır ki, quru toz agentlər yanğını temperatur aşağı düşürməklə deyil, kimyəvi inhibisiya və fiziki örtmə kombinasiyasına əsaslanaraq söndürür. Bu, su əsaslı söndürmə elementlərindən fundamental fərqdir. 1. Kimyəvi inhibisiya. NaHCO3 və KHCO3 ionları radikalları tutur, zəncir qırılır. 2. Fiziki boğma. Toz buludu, yanacaqla oksigen arasında fiziki bariyerdir. 3. CO2 ayrılması. Parçalanma zamanı ayrılan CO2 oksigeni seyrəldir. 4. Endotermik soyutma. Parçalanma reaksiyası istilik udur, temperatur düşür. Hədəf yanğın sinifləri. B və C sinifi. Şəkildə Target Concept, C sinifi qaz mənşəli və B sinifi yanğınları söndürmək üçün nəzərdə tutulmuşdur yazılmışdır. B sinifi yanğınlar maye yanacaq, tez alışan kimyəvi məxlullar kimi yanar maddələri, C sinifi yanğınlar isə metan, propan, LPG kimi yanan və partlayıcı qazlar əhatə edir. Tozun məhdudiyyətləri. Quru toz söndürücülər bir sıra çatışmazlıqlara malikdir. Yüksək dəqiqlikli avadanlıqlarda qalıq toz dövrlərə nüfuz etməklə post-boşalma korroziya və çirklənmə riskləri yaradır. Soyutma effektinin məhdud olması yanğın söndürüldükdən sonra yenidən alovlanma riskini saxlayır. Şəkil yanğın söndürmənin ən mürəkkəb, ən elmi cəhəti olan kimyəvi reaksiya zəncirinin qırılması mexanizmini möhtəşəm şəkildə göstərir. NaHCO3 bölünür, CO2 ayırır, zənciri kəsir. KHCO3 isə daha güclü K+ ionları ilə radikalları anında tutur, neytrallaşdırır. Yanğının daxili motoru dayanır. Alov özü-özünə sönür. Bu fiziki boğmadan deyil, birbaşa kimyəvi müdaxilədən gücünü alan yanğın söndürmə elminin ən dərin və ən intellektual strategiyasıdır. Hər şey məlumatlı seçimdən başlayır. Şəklin analizi. Bu infografik bütün seriyasının kulminasiya nöqtəsidir. Özündə həm xəbərdarlıq, həm də dəvət daşıyır. Şəklin mərkəzindəki böyüdücü şüşə altında yanğınsöndürücü balonun etiketi göstərilir. Lupa yanğınsöndürmə avadanlığına yaxından bax, oxu, anla deyir.
Etiketdə A, B, C sinif işarələri, kimyəvi formullar, natrium bikarbonat, kalium bikarbonat, NHCO3, NH4 SO4 görünür. Sağ tərəfdə 3 əsas məruzə nöqtəsi, təhlükəsizlik sinifləri, kimyəvi tərkib, model nömrəsi. Solda isə şəklin ruhu, 3 cümlə. Yanğının mənbəyini tanımaq, onu məğlub etməyin ilk addımıdır. Söndürmə qurğularının kimyəvi mexanizmləri yalnız düzgün hədəfə yönəldikdə həyat qurtarır. Ətrafınızdakı avadanlığın tərkibini və təyinatını əvvəlcədən öyrənin. Etiket, susub danışan sənət. Bir yanğı söndürücü balonun üzərindəki etiket heç vaxt sadəcə dekor deyil, o, həmin alətin kimlik vəsiqəsidir. Şəkildə, lupanın altından görünən etiket 4 kritik informasiya blokundan ibarətdir. 1. Yanğın sinif işarələri A, B, C. İstənilən növ yanğın söndürən balonun üzərində onun hansı tip yanğın üçün yararlı olduğu barədə məlumatlar yerləşdirilir. A sinif yanğınlar metallardan başqa bərk materialları, kağız, taxta, plastik, parça əhatə edir. B sinif yanğınlar alışan mayeləri, neft, dizel, benzin, yağ, boya, həlledicilər, aseton, spirti əhatə edir. C sinif yanğınlar alışan qazları, hidrogen, propan, butan, metan, etanı əhatə edir. Şəkildə, etiketdəki C sinifi üzərindəki qırmızı X işarəsi bu balonun həmin sinif üçün uyğun olmadığını göstərir. Bu da yanlış seçimin vizual xəbərdarlığıdır. 2. Kimyəvi tərkib. Etiketdəki natrium bikarbonat, kalium bikarbonat, NHCO3, NH4 SO4 formulları balonun daxilindəki aktiv maddələri göstərir. Bu formulları tanıyan şəxs balonun hansı mexanizmlə işlədiyini dərhal anlayır. Kimyəvi zəncir qırma, boğma, soyutma, yoxsa bir neçəsi eyni anda. 3. Təhlükəsizlik sinifləri. Etiketdəki xəbərdarlıq üçbucaqları balonun istifadəsi zamanı nəzərə alınmalı təhlükəsizlik məlumatlarını daşıyır. Qapalı mühitdə istifadə riski, insanlara yaxınlıq məsafəsi, tüstü xəbərdarlığı. 4. Model nömrəsi. Balonun model nömrəsi texniki xidmət, ehtiyat hissəsi alınması, sertifikasiya yoxlanması və baxım cədvəlinin müəyyənləşdirilməsi üçün vacibdir. Doğru seçim həyat qurtarır, yanlış seçim həyat alır. Şəkildə, söndürmə qurğularının kimyəvi mexanizmləri yalnız düzgün hədəfə yönəldikdə həyat qurtarır cümləsi bu seriyanın ən güclü xülasəsidir. Sulu od söndürənlər yalnız A sinif yanğınlar üçün, köpüklü od söndürənlər A, B sinifləri üçün, quru kimyəvi tozlu od söndürənlər A, B, C, D sinifləri üçün, karbon dioksidli od söndürənlər B, C, E sinifləri üçün uyğundur. Praktiki tövsiyələr. Əvvəlcədən hazır olun. Şəkil sonda sadə, lakin güclü bir çağırış edir. Ətrafınızdakı avadanlığın tərkibini və təyinatını əvvəlcədən öyrənin. Bu praktiki addımlar həyati əhəmiyyət daşıyır. İş yerinizdə, hər kəsin ən yaxın balonun yerini, növünü və istifadə qaydasını bilməsi şərt olmalıdır. Mütəmadi yanğın təlimləri bu bilikləri möhkəmləndirir. Evdə, mətbəx, F sinif yanğın riski, yağ yanğını, qaraj, B sinif riski, benzin, yağ, qonaq otağı, A sinif riski. Hər zona üçün müvafiq balon olmalıdır. Baxım, dozlu yanğın söndürücü balonlar ən çox yayılmış və universal sayılan növdür. Onlar müxtəlif növ yanğınların söndürülməsi üçün istifadə olunur. Lakin hər yanğın söndürən balonun müntəzəm yoxlanması, düzgün təzyiqdə saxlanılması və vaxtında doldurulması mütləqdir.